Şanlı ordumuzun rəşadətin eyranıyıq, döyüşən hər əskərin cəsarətin eyranıyıq. Ali baş komandanın siyasətinin eyranıyıq, düşmanı yaman saldı çaş başa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı birbaşa Azərbaycan, yaşa Azərbaycan. İki dövlət, bir millət, heç sual sorğusu yox. Hansı bir dövlətinsə bizim kimi ordusu yox. Neçə dövlət yığılıb gəlsə yenə qorxusu yox. Kürəyin söküyübdür qardaşa Azərbaycan, yaşa Azərbaycan. Sizi Azərbaycan xalqının qəhrəman oğlu, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Afarin Qulamzadənin əziz xatirəsinə həsr olunmuş futbol turnirinin açılış mərasimində salamlayırıq. Bugün burada yalnız idman yarışını izləmək üçün deyil, həm də vətən sevgisinin, qəhrəmanlığın və vətənpərvərliyin təcəssümü olan şəhidlərimizin xatirəsini ehtiramla yad etmək üçün toplaşmışıq. İlk öncə Azərbaycan Respublikasının dövlət himnini səsləndirmək istəyirik. Hər kəs ayağa qalsın. Vətənimizin azadlığı və ərazi bütünlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, o cümlədən Qulamzadə Afarinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir. Allah rəhmət eləsin, ruhları şad olsun.
Afarin Qulamzadə vətənə sədaqəti, cəsarəti və qəhrəmanlığı ilə xalqımızın yaddaşında əbədi yaşayacaq qəhrəman oğullarımızdandır. Onun göstərdiyi şücaət gələcək nəsillər üçün örnəkdir. Bu turnirin keçirilməsində məqsəd şəhidimizin əziz xatirəsini yaşatmaq, gənclər arasında vətənpərvərlik hisslərini gücləndirmək və sağlam həyat tərzini təşviq etməkdir. Çıxış üçün söz verilir Lənkəran rayonunun Mamusda Daşlarıcat Bələdiyyə üzrə sədri Rəşad Quliyeva. Buyurun. Salam, hamını salamlayıram, kənd sakitlərini, şəhid ailələrini və bir də kəndimizin qonaqlarını. 44 günlük müharibə zamanı şəhid olmuş həm yerlimiz, həm kəndçimiz Qulamzadə Afərin Müqəddəs oğlunun şərəfinə bilirsiniz ki, turnirə yığışmışıq. Bu turnirdə iştirak edən 16 komanda olacaq, indi ətraflı məlumat verəcəklər. Hər bir komandaya uğurlar arzulayıram. Çalışın turniri sakit formada, dalaşqansız, gözəl futbol nümayiş eləməklə keçirdim, bunu arzulayıram. Uğurlar arzulayıram hamınıza bir daha. Sağ olun. İndi isə çıxış üçün sözü Afərin Qulamzadə kimi qəhrəman oğlu tərbiyələndirən valideynlərinə veririk. İlk öncə atası Müqəddəs Qulamova söz verir. Buyurun. Hamınızı salamlayıram, xoş gəlmişsiniz. Əvvəlcədən şəhid valideynləri salamlayıram, qaziləri, kənd cəmaatı, qonaqları. Allah bütün şəhid balanın ruhu şad eləsin. Afərin bala özü güləçi idi. Hamınıza da uğurlar arzu edirəm. Allah sizi var eləsin. Çox sağ olun. Sağ olun. Buyurun Tərənnə xanım, siz də ürək sözünüzü. Əvvəla hamını salamlayıram. Çox sağ olun, belə bir tədbir təşkil elədiyinizə görə. Çalışın, Afərin adına bu tədbiri təşkil eləyirsinizsə, ona layiq bir şəkildə də bunu başa çatdırın. Allah sizlərə güc versin, çox sağ olun, Allah razı olsun. İndi də çıxış üçün sözü Lənkəran Astara Regional Gənclər və İdman İdarəsinin İdman Sektorun müdürü Yusuf Xamıyeva verilir. Buyurun. Salam, çox hörmətli şəhid valideynləri, hər birinizi mən salamlayıram. Bu günləri şəhid Afərinin xatirəsinə təşkil olunmuş bugünkü yarışda bütün idmançıları, kənd sakinlərinin hər birini Lənkəran Astara Regional Gənclər İdman İdarəsinin rəisi Teymur mənim namından salamlayıram və yarış iştirakçılarına, idmançılara uğurlar arzu edilir. Biz də məqsədimiz odur ki, bildiyiniz kimi Cənab Prezident Ali Başkanımdan İlham Əliyev və şəhidlərimizin, qazilərimizin, vətən müharibənin iştirakçılarının birlikdə bu torpaqlarımızı azad elədilər. Ərazi bütövlüyümüz bərpa olundu və biz bu günləri, 44 günlük vətən müharibəsini heç vaxt unutmamalıyıq. Şəhidlərimizi bu kimi yarışlarla, müxtəlif tədbirlərlə daima yad etməliyik və onların əziz xatirəsi daima yarışlarda, idman tədbirlərində yad olunmalı. Və gənclərimiz də daim bundan sonra da möhkəm olmalıdır və sağlam olmalıdır, sağlam həyat tərzini təşviq eləməlidir. Bizim məqsədimiz əsas odur ki, daim güclü olaq, zərərli vərdişlərdən uzaq olaq, asılı vaxtımızı idmana sərf edək və bütün dünya bilsin ki, Azərbaycan həqiqətən də çox güclü, qüvvətli bir dövlətdir. Onun güclü gəncləri var və bu güc hər bir dövlət bilməlidir. Və inşallah biz bildiyiniz kimi bu yaxınlarda
mini futbol üzrə Azərbaycan Avropa çempionu oldu. İnşallah istəyirik gələcəkdə futbol üzrə də Avropa, dünya çempionu olsun və bu gücü biz bütün dünyaya göstərək. Niyə də olmasın? Çünki bizim güclü gənclərimiz var və bunun üçün də çalışmaq lazımdır. İnşallah ki, biz bu günlərdə bizə qismət olacaq. Hər birinizə uğurlar arzu edilən bütün komanda iştirakçıları çalışın. Belə deyək ki, bir-birinizə bu yarışda hörmət bəsləyin və belə deyək ki, şəhidimizin xatirəsinin yarışı sakitçiliklə keçsin və bəzən görsən ki, biz futbol yarışlarının sonunda idmançıların bir neçəsi görsən ki, əzilir, düzdür, futboldur, istərsiniz olur. Ancaq çalışın, ehtiyatla oynayın. Məqsədimiz odur ki, sizlər sağlam həyat tərzini təşviq edəsiniz, sağlam olasınız və belə deyək ki, bu hər kəsə bir nümunə olsun. Uğurlar arzu edirəm bir daha, çox sağ olun. Bütün bu tədbiri təşkil edən hər bir kəsə təşəkkürümü bildirirəm. Can sağlığı arzu edirəm. Çox sağ olun. İndi də çıxış üçün sözü 27 sentyabrdan başlamış 8 noyabra qədər davam edən 44 günlük şanlı müharibəmizin iştirakçılarından biri Doktor Namiq Rızayeva verir. Buyurun Namiq. Çox sağ olun. Mən də hamını salamlayıram. Şəhid Afarin balamızın timsalında Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu turnirin təşkilatçılarına təşəkkür edirəm ki, şəhidlərimizin məqamını uca tuturlar. Uşaqlarımızın, övladlarımızın, yeniyetmələrin, gənclərin milli mənəvi vətənpərvərlik ruhunda böyüməsində, tərbiyə olunmasında, cəmiyyətdə yayılmasında xidmət göstərirlər. Allah hamıdan razı olsun və eyni zamanda bu turnirdə iştirak edən bütün iştirakçıları da təbrik edirəm. İnşallah güclü olan uçsun, yəni ədalət qalib gəlsin inşallah. Çox sağ olun, hamıya uğurlar arzu edirəm. Sağ olun. Doktor Namiq qeyd elədi, yəni turnirin keçirilməsində bir çox klinikalar öz yardımına dəstəyini ediblər. Mən ilk növbədə Həkimoğlu klinikasına, Sabit Dental klinikasına, Dəniz Aptika, Şok Aptika, Prestij S rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Sponsorlar tərəfi adından çıxış üçün sözü Prestij S Hədis Mərkəzinin rəhbəri Rahid Səfərov verir. Buyurun. Öz adımdan, kollektivimiz adında bütün burada olan iştirakçıları ən vacib, ən əsas, hörmətli, dəyərli şəhid valideynlərini salamlayıram. Bütün komandalara bu turnirdə uğurlar arzulayıram. Ən əsası burada iştirak edən bütün komandalar Cənub zonasının bugün regionun komandalarıdır. Əsas vacib olan odur ki, gözəl oyun nümayiş olunsun. Müəllimin dediyi kimi də, şəhid anasının dediyi kimi də şəhidin adına layiqli bir oyun olsun. Hər birinizə uğurlar arzulayıram. İnanıram ki, güclü olan komanda qazanacaq. İnşallah ki, turnirin sonunda gözəl şəkildə turniri yekunlaşdıracaq. Hər birinizə uğurlar arzulayıram. Təşəkkürlər. Qulamzadə kimi qəhrəman övlad yetişdirdiklərinə görə şəhidlərimizin ailəsinə dərin minnətdarlığımızı bildiririk. Onların göstərdiyi mənəvi güc və dözüm hər birimiz üçün nümunədir. Hamılıqla onları yetişdirən, tərbiyələndirən valideynlər anaların qarşısında baş əyirik. İndi bizim bu analara kiçik bir hədiyyəmiz var. İndi isə turnirdə iştirak edən komandaları təqdim edirik. Mamusda 1, veteranlar, Mamusda 2, yəni Xəzər 92 adı ilə çıxış edəcək. Hicabə, Təzəkən, Siyavər, Xolmili, Kürük, Şıxakəran, Viyan, Tütəpeşdə, Tükəvilə, Daşdalekjar, Çilavar, Xətəliova, Barakən. Həm öz adımdan, həm də iştirakçılarım hamının adından bütün komandalara uğurlar arzulayaraq güclü qazansın. Turnirin rəmzi açılışına həyata keçirmək üçün şəhid ailəsinin üzvünü, fəxri qonaqları, təşkilat komitəsinin nümayəndələrini meydana dəvət edirik.
Bizdən razı olsun.